Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Xırdalan şəhəri Qafqaz Universitetinin yaxınlığında sot yarım torpaqda 2 mərtəbə kürsülü qoşa daşla tikilmiş mərtəbə arası monolitlə olan çox əla bir həyət ev çəkib təqdim edirəm. Həyətin genişliyini görürsünüz. Qəşəng iri həyəti var. Evdən əlavə yarım sot həyəti var. Yəni bazarda belə evlər çox nadir çıxır satışa. Çünki dörd bir tərəfi qoşa daşdır, mərtəbə arası monolitdir, kürsülüdür, otaqlar genişdir və həyəti çox əladır. Yerləşmə yeri çox gözəl bir yerdir. Buradan 8 nömrəli məktəbə çıxışı var, Qafqaz Universiteti tərəfə çıxış var. 135 nömrəli avtobusun dayanacağına çıxmaq olur. Kürsünü görürsünüz. 5 daş kürsülüdür, təmir əladır, 2 mərtəbədir. Qiymət çox əla bir qiymətdir. Real alıcıya yenə də cüzi bir miqdarda endirim olacaq. Deməli, daxil oluruq evə. Deməli, daxil oluruq birinci mərtəbəyə, iri bir qonaq otağıdır. Mebeli görürsünüz. Böyük bir mebel yığılıb, qonaq otağı genişdir, stolu var. Oturub durmağa, yəni ərazisi, kvadratı genişdir. Qiyməti qeyd elədimmi? Qiymət 105 min manatdır. Və birinci mərtəbədə qonaq otağıdır, iri bir qonaq otağı var. Bu əşyalar, bütün əşyalar çıxarılır. Mənzil əşyası olaraq 105 mindir. Real alıcıya endirim olunacaq və burada da bizim sanitar qovşağıdır. 1 və 2-ci mərtəbələrdə sanitar qovşağımız var. Qalxaq 2-ci mərtəbəyə. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə 3 dənə iri yataq otağı var. Burada stol-stulmana baxmayın, bu yataq otağıdır. Geniş yataq otağıdır və burada bizim bir sanitar qovşağımızdır. Buradan qarşıdan eyvana çıxış var. Qiymət həqiqətən çox əladır. 105 min manata 2 mərtəbə kürsülü, qoşadaş, mərtəbə arası monolit və kubcalı və otaqlar geniş. Qiymət çox əla qiymətdir. 105 min manat əşyasız satılır. Çıxarışı bir mənzildir, kreditlə satılmır. Xırdalan şəhəri 2-ci Milyonerlər məhəlləsi 8 nömrəli məktəbə Qafqaz Universitetinə yaxındır. Bu da bizim bir iri yataq otağı. Dəyərli izləyicilər, bu evlə bağlı kimin nə sualı olarsa, əlavə məlumat almaq istəsəniz, evə baxmaq istəsəniz, yuxarıda qeyd olunan nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub videonu bəyənib bizi izləməyi unutmayın.